Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Keçən il mənə bir abunəçim yazmışdı ki, yeni il üçün evi necə düzəldirsiniz, zəhmət olmasa göstərin. Mən də demişdim ki, bu il yadıma salın, sizə onu çəkim. Bu il də etmişkən düzdür gec olsa da istədim ki, videosunu çəkim ki, çünki həmin abunəçiyə söz vermişdim. Bəlkə bir kardonun üzərinə belə bir gördüyünüz kimi santimetrlərlə yazmışam ki, əgər ürəyiniz istəsə, sizə rahatlıqla eləyə bilərsiniz. Bütün ölçülər videoda var. Ən əvvəl maketi hazırlayırıq. Bu mənim ən ərindiyim yerdir. Ümumiyyətcə belə korobkalar olanda atmıram. Bu isə bilirsiniz ki, təzə alınmışdı pastel. Həmən pastelin korobkasını qəşəng çıxartdım. Heç əvvəl pasteli salınmamış korobkasından artıq istifadə elədim. Qəşəng idi, bərk idi, çox işimə yaradı. Daha sonra bərk kardonun üzərinə belə bir xətlər kəsirəm. Onları sonra kubik kimi kəsirəm və evin üzərinin daşlarını deyim, o cür daşlarını düzməyə başlayıram. Sizə deyim ki, bunu rəngli eva kağızlarına eləsəniz sizə daha asan başa gələcək. Çünki mən bunu bir də belə eləyəndən sonra bir də üstündən rəngləməliyəm. Rəngləyəndə isə özünüz görəcəksiniz, yəni biraz çətin olur. Rəngləmək elə bir şeydir ki, bütün gözəlliyini itirə bilər, riskdir. Daha sonra bir yandan uşaq ağlayarkən işim azmış kimi taxtanı yoxlayıram ki, üzərinə taxta ilə eləyim. Sonra gördüm ki, taxta ilə yaxşı alınmayacaq. Ona görə hələ sizə yarımçıq çəkmişəm. Bunların hamısını sök. Belə bir kardondan belə bir şeylər kəsdim balaca və mən özümə belə iş artırmaq xoşlayıram, amma ki, qəşəng çıxdı bu formada. Uşaqlıqda bir söz eşitmişdim, hələ də yadımdadır. Deyirdilər ki, əsl dərzi, yaxşı dərzi odur ki, səhv eləyəndə işinə qıysın, sökməyi bacarsın. Ona görə söktüm, həqiqətən də bu cürünə daha yaxşı alındı. Məndə bu eva kağızı, bu zərli kağız ki deyir ya, ondan yox idi. Əgər sizdə olsa, bu evin üzərini elə bir formada, elə məsələn yaşıldırsa, yaşıl formada ondan kəsib də eləyə bilərsiniz. Evin bu kubiklərini də qırmızı eva kağızından eləyə bilərsiniz. Daha sonra heç rəngləməyəcəksiniz. O cür daha rahat, daha asan da olacaq. Hansı ki pəncərələri bu formada düz kardondan eləmək olmur. Ona görə belə avalin olmalıdır. Biraz dairəvi. Ona görə də biraz belə bumaqanı siladıram. Tualet kağızını deyim, ya salfetkanı siladıram. Belə bir telin üstünə keçirdib nəm eləyirəm. Daha sonra yumurluyuram ki, belə bu formada əymək olsun. Və sonra bunları qoydum ataplenyanın üstünə ki, tez bazar bunlar quruya bilsin ki, işimi bitirə biləm. Əslində otursam bir günə də eləyə bilərdim, amma uşaq ağlayırdı bir yandan. Elə bir halda eləmişəm ki, bunu yəni 3 günə ancaq bitirə bilmişəm. Ona görə də vlog falan da çəkə bilməmişəm. Pəncərə görünümü almaq üçün məndə belə tül var idi. Başqa hər bir şeylərdən də eləyə bilərsiniz, amma biraz açıq rəng olsun ki, çünki içərisinə işıq vuracaq. İşıq vurandan sonra da qıraqdan bilinməlidir ki, işıqdır. Ona görə tam tutan olmasın. Sadəcə belə tül kimi olsun və yaxud nəsə belə lent kimi ola bilər, şüşə kimi ola bilər. Nədənsə istifadə eləyin ki, axır ki içərisi görsənsin. Və qıraqlarına da bu formada kəsdiyim, yenə də kardondan forma verirəm pəncərələrin kənarları üçün. Pəncərələri çox eləmişəm deyə biraz əziyyətdir. Əgər istəsəniz ki, əziyyət olmasın, sadəcə qabaqlarını da pəncərə eləyə bilərsiniz və yaxud bir tərəfdən də az eləyə bilərsiniz. 2-2 pəncərə eləməyə bilərsiniz. Mən biraz pəncərələri geniş götürmüşəm. Bu da mənə, yəni işimi artırmaqdan başqa bir şey deyildi. Düzdür, qəşəng çıxdı, amma ki biraz iş artırır. Onu da qeyd eləyim ki, bu pəncərələri eləməmişdən əvvəl, tülü falan vurmamışdan əvvəl içərisinə işıq vurun. İşığın da ki, bu batareyka olan hissəsini bayıra qoyun ki, yandırıb söndürə biləsiniz. Bu işıqları mən əvvəl, bu yandırıb söndürmə olan işıqları mən əvvəl birini Sədərəydən təzə çıxan vaxtları 5 manat alırdım. İndi çox qəribədir ki, yanımızdan bunu sadəcə 1 manat aldım. Çox qəribə gəldi ki, yəni çox ucuz aldım. Yəni 2 dənə almışdım, heç birini istifadə elədim, birinə ehtiyac qalmadı istifadə eləməyə. İnanırsınız, o qədər çətinliyin eləmişəm. Hansı ki işə otururdum, uşaq ağlayırdı, bir dənə iş eləyirdim, qaçırdım, yelləyirdim, gəlirdim. Həqiqətən də bu neçə gündə çox əziyyət çəkdim. Əl işi evdən gedəndə sevindim ki, artıq getdi. Bunu müəllimə üçün düzəltmişdik. Hüseynlə dedik ki, əl əməyimiz olsun müəllim üçün. İkimiz birlikdə hazırlayaq. Amma elə bir şeylər oldu ki, Hüseyn kəsə bilmədi. Ona görə də tək başıma özüm eləmək məcburiyyətində qaldım. Sadəcə rəngləmək falan olan yerlərində Hüseynə dedim ki, gəlsin, kömək eləsin ki, onun da əl əməyi zəhmət olsun. Belə bir evin üstünü isə yenə də elə kubiklərlə bəzədim. Hüseynə arada uşağı verirdim, yelləyirdi. Deyirdim ki, bax sənin də əziyyətin olsun, müəllim üçün eləyirik. Ona görə sən də uşağı yellət ki, burada sənin də əziyyətin olsun. Sonra isə yoldaşımın bu yemək bişirdiyi falqaları götürmüşəm. Hansı ki, aşağısını evin belə qar effekti kimi eləyəcək, göyə qar yağmış kimi. Ona görə belə kələkötür formada yapışdırırıq. Götürürük əlimizə bu falqanı, əzirik biraz və yapışdırırıq bütün evin həyətinə. Mən evin altına ki, kardon kəsmişdim, çəkmişdim.
eləmişdim əvvəlində. Görürsünüz, onu evdə bir taxta parçası var idi, bərk idi. Onun üstünə yapışdırdım ki, çünki əl işi əldə belə yüngül olanda, belə yüngül iqruşka kimi bir şey oxşurdu, amma altında belə bərk bir şey olanda, qalın olanda belə adamın gözünə qəşəng görsənir, samballı görsənir. Daha sonra isə belə PVA klesi ki var, bilirsiniz, belə ağ kle, uşaqlıqda ona qatığa oxşayan kle deyirdik. Onun içərisinə belə bu maqaları yerləşdirirəm. Kleyə batandan sonra belə açıram bu formada, həmən falqaların üzərinə yerləşdirirəm. Bu quruyandan sonra tamam belə bərkiyəcək, yapışacaq, narahat olmayın. Amma bunu eləməmişdən əvvəl mütləq şəkildə baxın ki, falqa qəşəng yapışsın, yəni tam-tamına otursun ki, artıq bu salfetkaları vuranda sizə əziyyət verməsin. Tam heç bir yerdən qopmaq olmasın. Lazım olan rənglər bitmişdi deyə belə 6 dənəli balacasın. Kraskanın balacasını aldım. Bunu da 5 manat 50 qəpiyə aldım 6 dənəsini və evin alt tərəfini öncə boz rəngdə boyamalıyıq, tünd boz rəngdə. Yenə deyirəm, boyama işində o qədər də ideal deyiləm. Əl işlərim yaxşıdır, amma boyayanda mən tələsirəm deyə bir yandan da uşaq ağlayır. Ürəyim istəyən kimi ideal çıxmadı. Birinci bozu ona görə vururdum ki, üstündən qırmızı vuranda bu kubiklərin arası ki var, o boz rəngdə görsənsin. Sadəcə uşaq bir yandan ağlayırdı, bir yandan da mənim kistim yaxşı kis deyildi, yayırdı. Ona görə də ürəyim istəyən kimi tam yaxşı çıxmadı. Burada yəni ki, əsəbləşmişdim, elə bil ki, zəhmətin boşuna getmiş kimi. Çünki güclə bir təhər toparladım deyə bilərəm. Amma əgər eva kağızı olsa, sizdə rəngli kağız, bu kraskalanma prosesi falan olmayacaq. Elə bir dəfəlik qırmızı rəngdə eva kağızından kəsib eləyə bilərsiniz. Baxın, bu şəkillərdə baxa bilərsiniz. Mən bir dəfəlik ağ rəngdə elə eva kağızı ilə kəsmişəm. Ona görə də onu rəngləməyə ehtiyac olmayıb deyə çox ideal çıxır. Burada isə məndə hər rəng inanırsınız, evdə eva kağızı var bu dəqiqədə. Sadəcə qırmızı rəngdə, yaşıl rəngdə, ağ rəngdə. O qədər çox istifadə eləmişəm ki, yekə rulonla almışdım. Onlar hamısı bitib. Bir dənə yadımdan çıxmağı, onu almamağım məni bu qədər prosesi eləməyə məcbur elədi. Əgər o kağızdan olmuş olsaydı, amma elə bir dəfəlik məsələn kubikidi kəsəcəksiniz. Evin üstünü o şiferdi, necə formada kəsdim. Onu bir dəfəlik elə evadan kəsəcəksiniz. Elə bir dəfəmlik yapışdıracaqsınız. Qar effektini əldə etmək üçün isə bildiyimiz evdə olan sodadır. Onun üzərinə PVA klesini əlavə edirik və daha sonra isə ağ rəngdə kraskanı əlavə elədik onun içərisinə. Tam şəkildə bir-birinə qarışacaq şəkildə bunu qarışdırırıq. Mən də birazcıq çorladım. Sonda birazcıq dibini yumaq üçün ağ rəngdə kraska az idi deyə biraz su əlavə elədim. Su biraz çox ağ. Amma əgər su əlavə eləməsəniz biraz daha qatı olacaq. Deməli evin üstüdür, şiferin üstüdür. Hara gözünüz dəyirsə təsəvvürünüzə onu buraxın. Hansı ki pəncərələrin üstüdür, evin üstüdür. Bütöv bu altı yoxdur ki, hansı ki altına falqa elədik, üzərinə salfetka elədik. Onun üzərində də bütöv hamısını ağ rənglə bu düzəltdiyimiz şeylə eləyirik. Qar effekti vermək üçün hər tərəfini. Ən sonda isə qurumağa buraxırıq. Yanına isə istəsəniz belə ağaclar. İndi məndə azdır. Videodan sonra daha çox bunun üstünü doldurdum, amma çəkmədim. Oyuncaqlardır. Həyətdə nə istəsəniz qar adamı eləyə bilərsiniz. Ürəyiniz nə istəsə həyətinə qoya bilərsiniz. Əməyimi dəyərləndirməniz üçün xahiş edirəm, bir ədəd bəyənmə qoyun, abunə olun və yazmağı da unutmayın. Öpürəm hər birinizi, çox sağ olun izlədiyiniz üçün.